Baxın, bir də ki, bax insanlar bir də niyə bax riskdən qorxurlar? Bax o maaşdan imtina eləyib belə nə bilim hansı bir proyekt eləmək, nəsə bir iş görməyə çalışmırlar. Bu insan psixologiyasına gəlir, davranış iqtisadiyyatında bu var. İnsanlar biz adətən öyrəşmişik ki, məsəl üçün bu işi görsən sənə bonus verəcəm ilin sonunda. Yaxşı iş görgünə bonus verəcəm. Amma insan psixologiyasına uyğun bir yanaşma, motivasiya yanaşması. Çünki insanlar daha çox itirməkdən qorxurlar, nəinki qazanmaqdan qorxurlar. Siz ona desəz ki, mən sənə əvvəlcədən bonus verirəm, bu işi gör. Amma görməsən alacağam səndən. Bu insanlar bundan daha çox qorxacaq ki, nə ki sən gör ki, mən sonra sənə verərəm. Yəni ki, bu nisiyə söhbəti, mən bonusu nə vaxt alacağam, yəni hindi nədirsə o yaxşıdır. İnsanlar qorxur gələcəkdən. Yəni ki, itirməkdən daha çox qorxur, nəinki qazanmaqdan. Ona görə bu normaldır və həmçinin kişilərlə və qadınlar arasında da risk götürmək perspektivindən çox böyük bir fərq var. Yəni biz indi söhbət bərabərsizlikdən getmir, söhbət iqtisadiyyatda biz bunu deyirik, sistematik olaraq müşahidə olunan davranış fərqləri. Yəni ki, siyasi korrekt olsun, deməyək ki, kimsə yüksəkdir, kimsə daha ağıllıdır, amma qadınlar kişilərə baxanda bütün cəmiyyətdə nasıl olmayaraq, mədəniyyətdə nasıl olmayaraq, gəlirlik səviyyəsində nasıl olmayaraq, qadınlar həmişə daha az risk götürür boynuna. Riskdən daha çox qaçır. Bunu da izahı təkamül psixologiyasına gəlib gedirdi. Qadının o vaxtdakı rolu uşaqların təhlükəsini təmin etmək idi. Nə vaxt ki, kişi isə gedib mamont ovuna çıxmalı idi da. Yəni ki, kişi risk etməyən olsaydı hamı acından ölərdi. Qadın risk etmiş olsaydı uşağını sağ qala bilməyəcəkdi. İkisi gedəcək dərinlə qoşulacaqdı mamont əslində ovuna. Əslində funksiyaları bölüşdürmüşdü. Funksiya bölüşdü və təkamül belə böyüdüb ki, yəni 100 min ildə bütün bunun tarixçəsi var. Bunun üstündən keçmək çox çətindir. Ona görə qadına daha az risk götürür, kişilər daha çox risk götürür. Və müasir sistem, iqtisadi sistem, biznes sistemi risk götürmə üzərində qurulubdur. Ona görə qadınlar deyəndə ki, niyə görə çoxlu qadın lider yoxdur, biznesdən söhbət gedir. Budur. Çünki qadınlar risk götürməyi daha çəkinir, nəinki kişilər. Bütün cəmiyyətlərdə belədir. Genetik gəlir. Bu buradan gəlir. Bu təkamüldən gəlir. Təkamülü dəyişmək çox çətindir, beyinləri dəyişmək çox çətindir. Buna minilliklər lazımdır. Hansısa qadınlar hansı ki öz bu təkamülünü beynində dayandıra bilir. Neokorteksdə beynin ön hissəsini işə sala biləndə bunu dayandıra bilir, riskə gedə bilir. Onlar misal üçün uğur qazanırlar, amma əksər qadınlar üçün bu mümkün deyil. Çünki qadınlar daha çox emosiyalar üzərində qərar verir, kişilər isə rasional, intellekt üzərində qərar verir. Beynin müxtəlif sistemləridir də. Qadınlar limbik sistemlə, hisslərlə qərar verir. Kişilər neokortekslə, intellektə cavab olan ön hissi ilə qərar verir. Ona görə dünya belə qurulur. Deyirlər ki, yaxşı bir mahnı var, it's a man's world. Bu kişinin dünyasıdır. Lakin qadınsız o heç nədir də öz-özlüyündə. Çünki qadınsız həyat yoxdur. Yəni əslində o qadınların o yaratdığı ideyaları kişilər tətbiq eləməklə daha uğurlu modellər əldə etmək olar. Mənim fikrimdir bu. Bir də bir məsələ var. Bir də ola bilərmi ki, məsəl üçün də bu maaş çatışmamağı baxımından indi qadınlar da işə qoşulurlardı ki, belə deyim də ailə büdcəsinə köməklik eləsinlər. Qadınların işə qoşulması öz-özlüyündə hər şey yüksək vergilərdən başladı. Çünki keçən əsrin əvvəlinə qədər ümumiyyətlə gəlir vergisi demək olar ki, heç bir ölkədə yox idi. Yəni gəlirdən vergi tutulmurdu. Hökumət çox balaca idi, dövlət balaca idi, çox şey vermirdi. Amma sonra siyasətçilər təəssüf olsun ki, onlar gəlirlər, daha çox vəd verirlər, mən sizin üçün bunu edəcəm, mən sizin üçün bunu edəcəm və get-gedə dövlətin rolu artır iqtisadiyyatda. Və dövlətin rolu artdıqca sən vergi hesabına maliyyələşir də bütün bunlar. Onlar vergiyə cəlb etməyə başlayıblar. Yadımdadır ki, Norveçin Xarici İşlər Naziri gəlmişdi, bəlkə 10 il bundan əvvəl Azərbaycanda və fəxrlə deyirdi ki, biz qadınlarımızın
bərabərliyinə nail olmuşuq, işlə təmin olunması bərabərliyinə nail olmuşuq. Mən deyirəm sizdə vergilər 70%dir, qardaş. Sən əgər onu kişisindən 100 manat qazanırsa, 70-ini vergi formasında götürürsənsə, qadın işləmə məcburiyyətində olacaqdır. Orada variant yoxdur ki, işləməsində. Sən vergiləri artdırdıqca kişi nə qədər qazanmalıdır da ki, o 70% də birdən-birə artıra bilmir axı gəlirini ki. 70%. Ha, yəni ki biz çox Azərbaycanda 50% civarındadır da vergilər. Siz düşünürsünüz bizdə azdır. Yox, bizdə 30 nə qədərsə ödənilir. ƏDV-ni hesab edirsiniz onun üçün. Yox, ƏDV başqa da ƏDV siz də yaranan ödəyirsiniz məhsula də. görədir. Siz öz gəlirinizdən 30%-ə qədər ödəyirsiniz. Sonra nəsə alırsınızsa oradan da vergi ödəyirsiniz də. Yəni ki o var fundament. O hamı da elədir. Bütün ölkələrdə elə deyil ki. Yox, bütün ölkələrdə belə deyil. ƏDV az. Məsələn, Amerikada ƏDV yoxdur. Onlarda bəzi ştatlarda sales tax var. O da hər yerdə deyil. Donald Trump indi bunu etməyə çalışır. Donald Trump çalışır ki, gəlir vergisini çıxartsın və gömrük rüsumları üzərindən bunu kompensasiya. Gömrük rüsumu öz özlüyündə əslində istehlak vergisidir. O da gəlir yenə eyni şey. Yox, fərq var. Çox böyük bir fərq var. Gəliri vergiyə tutmaqla istehlaki vergiyə tutmaq arasında böyük bir fərq var. Deyək ki, siz 1 milyard dollar qazandınız. Aha. Bu siz varlısınızmı? 1 milyard dollar qazansam mən varlıyam. Burada yenə iqtisadçılar iddia baxır. Siz o 1 milyardla nə edəcəksiniz? Əgər bu 1 milyardı saxlayacaqsınızsa bank hesabınızda ya da ki öz istehsalatınıza xərcləyəcəksinizsə ki, istehsalat böyüsün. Siz başqaları üçün dəyər yaradırsınız. Yox, bu investisiya qoyuram. Amma bu sizə varlı etmir. Siz varlı bilirsiniz nə edir? Siz gedirsiniz özünüz üçün yaxt alırsınız, ev alırsınız, bahalı maşın alırsınız. Amma o varlıq pul öz-özlüyündə cash. Bu varlıq deyil. Bu mübadilə vasitəsidir. Siz onu nəyəsə dəyişəndə, hansısa bir dəyərə dəyişəndə onda varlı olursunuz. Əgər sizin bank hesabınızda bugün 1 milyard dollar varsa, siz varlı deyilsiniz. Sizin bu 1 milyard dollar gedib başqalarına kredit verilibdir. Onları varlı edirsiniz. Eyni şey siz əgər bu 1 milyard dollar oturub yeni avadanlıq alırsınız, fabrikanızı böyüdürsünüz. Bu yenə də siz iqtisadiyyatı böyüdürsünüz. Sizə heç bir aidiyyat yox. Amma orada mənə bankdan faiz gəlirsə, mən onu xərcləyirəmsə, əgər xərcləyirsiniz, siz yalnız o vaxt varlı olursunuz. Nə vaxt ki siz bu pulu xərcləyirsiniz. Ona görə fərq bundadır. Niyə görə mən sizdən gəlirinizdən pul götürüm? Bu pulu siz axı xərcləməmisiniz. Bəlkə siz bu pulu yatıracaqsınız. Hə, mən sizə başa düşürəm. Mən deyirəm istehlaka. Mən əgər xərcləmək istəyirəmsə, ondan məndən vergi götürürəm. Şirkətdə əgər mən eyni pulu investisiya eləyirəmsə, mən faktor olaraq ondan niyə gəlirim? Elimdə mənim maaşım, mən şirkət sahibi deyiləm. Mən mənfəət vergisindən siz istəyirsiniz. Mənfəət vergi, gəlir vergisinin hamısı sıfırlanmalıdır. Mənfəətdən gəlirdən vergi tutulmamalıdır. Bu məntiqsizdir. Heç bir iqtisadi əsası yoxdur gəlirdən vergi tutmağın. Əslində mən sizə deyim ki, çox yükü azaldar və çox ağır işləyənlərin sayı çoxalar. Mən bizim vergilər xidmətinə onu deyirəm də, siz niyə görə balaca iqtisadiyyatımız var? Siz niyə görə özünüz bu qədər çətinləşdirmisiniz hər bir şeyi? Niyə görə bu boyda vergi kodeksimiz var? Bir dənə Azərbaycanda vergi olsun, ƏDV. O da qradasiyalı olsun. Minimum 18% olsun. Lap istəyirsiniz maksimum 500% eləyir. Əgər sən Bentley alacaqsansa, Rolls-Royce alacaqsansa, gedib 500% ƏDV ödəyəcəksən. Lüks vergisi olsun və bu arada dəyişsin. Çünki gəlirə nəzarət etmək çox çətindir, amma xərcə nəzarət etmək çox asandır. Hamının xərci göz qabağındadır. Sən xərci gizlədə bilmirsən, amma gəliri gizlədə bilirsən. Deyirəm, sizin üçün də yaxşıdır. Ölkə üçün də yaxşıdır. Biz inkişaf etməkdə ölkəyə, sən gəliri vergiyə cəlb etməməlisən. Çünki bu gəlir mənim bank hesabımda, kartımda oturduqca məni varlı etmir. Mən yalnız onu xərcləyəndə mən varlı oluram. Siz bu konsepti anlayın. Siz deyirsiniz, məsəl üçün bankda əgər saxlayırsansa, okey, onu cəlb olunmasın, amma çıxardanda cəlb olunsun, yoxsa xərclənəndə, yalnız xərclənəndə. Əgər mən xərcə görə. Əslində yaxşı fikirdir. Mən çörək alıramsa, ət alıramsa, stol alıramsa, mikrofon alıramsa, maşın alıramsa, onda məndən götür də vergi ver. Okey, əla fikirdir o. Əslində ona nəzarət etmək siz demişik, çox rahat. Çox rahat, əlbəttə ki. Deyim kimi, orada bir minus var. Yəni ki, kim ki qeyri-rəsmi gəlirlər alır, amma çox yaxşı həyat yaşayır da. Təəssüf olsun ki, belə bir insanlar var. Necəsə olursa onlar qanun qəbulunda çox böyük iştirak edirlər də. Onlara bu sərf etməyəcək. Çünki onların indi rəsmi maaşı çox azdır, amma hamısı Bentley sürür. Əgər Bentley sürəcəksə, deməli orada artıq 200-300% ƏDV olacaqdır, onu ödəməli olacaqdır. Onu necə əsaslandıracaq, necə eləyəcək, burada bu problem yaranır. Belə deyim də, onda oliqarxlar getməlidir də onda dövlətdən. Mən indi heç kimi hardansa gedib getməyəcəyini şərh etmək istəmirəm, amma
bu maraqlarının konfliktinə gətirib çıxarır da. Onlara indiki sistem sərf eləyir, çünki gəlirləri aşağıdır, çünki rəsmi gəlirlərini göstərmirlər. Amma xərcləri yüksəkdir və prinsipən hamı eyni barədə 18% ƏDV ödəyir də. Belə baxanda sosial ədalət burada pozulur. Amma bu sistemdə ki, gəlir fərq eləmirsə milyard qazancı ilə, amma sən xərcləyəndə mən səndən götürəcəm, artıq xərclərə nəzarət başlayır da burada. O isə sərf elə. Əslində çox maraqlı konsepsiyadır. Yəni bunu belə deyim də, tətbiq eləmək məncə çox uğurlu olar hətta. Sadələşdirmək. Mən Azərbaycanda Sadə aşağı vergilərin olmasına inanmıram və düşünürəm iqtisadi baxımdan bu düzgün deyil. Niyə görə? Çünki biz daim olaraq müharibə təhlükəsi altındayıq. Biz ordumuzu gücləndirməliyik. Və bunu kim etməlidir? Mən, siz etməlisiniz. Başqa kim edəcək? Biz Qarabağı bərpa etməliyik. Bunu mən və siz etməlisiniz. Azərbaycanda aşağı vergi ola bilməz bu yaxın zamanlarda. Ta ki, bütün bu geosiyasi problemlər həll olunana qədər. Amma vergi sadə ola bilər. Mənim istədiyim sadələşdirin bunu. Rahat elin. Mən bilim ki, bir dənə vergi var, mən onu deyirəm və sizdən canımı qurtarıram. Mən milyon dənə mühasibat, hüquqşünas saxlamamalıyam ki, mən vergimi ödəyə bilim. Deyin nə qədərdir, bu bir dənə vergi nədir? Mən bunu sizə ödəyim, bununla da sizinlə bitirim.